Salam, biz bugün sizinlə danışacağıq ki, hansı vitaminləri birlikdə qəbul etmək məsləhət görülmür. Onlardan birisi kalsiy ilə dəmirdir. Çünki kalsiy içdiyimiz, qəbul etdiyimiz zaman dəmirin sovrulmasına mane olur. Ona görə aralarında 2-3 saat fasilə vermək məsləhətdir. Sonra vitamin C ilə B12. Vitamin C-ni böyük dozalarda qəbul etdiyimiz zaman B12 mədə bağırsaqda parçalanır. Ona görə ya aşağı dozada qəbul edin vitamin C-ni və yaxud da aralarında yenə də bir 3-4 saat fasilə vermək məsləhət görülür. Sonra dəmirlə maqnit, zink. Bu minerallar da bir-biri ilə konkurentdirlər. Ona görə onları ayrı-ayrılıqda içmək məsləhətdir. Ən axırıncısı da vitamin D3 ilə vitamin A. Böyük dozada bunlar bir-birinin sovrulmasına mane olur və böyük naqruzka verə bilir orqanizmə. Ona görə ya çox balaca dozalarda qəbul edək, ya da ki, aralarında fasilə verək hardasa 3-4 saat belə.